Hər vaxtınız xeyir olsun, əziz və hörmətli ATV Club izləyiciləri. Həmişə olduğu kimi, məsələ həftənin ikinci günü olduğundan sizin diqqətinizə daha bir maraqlı süjet təqdim etmək niyyətindəyik. Onu deməliyik ki, məhz bu yaxınlarda, bu həftələrin birində məhz iki maraqlı insan verilişimizin qonağı oldu və onlar maraqlı sərgi ilə bağlı bizə məlumat vermişlər. Və elə hal-hazırda həmin o sərgidəyik. Odur ki, maraqlı fotoqrafların işlərini görmək istəyirsinizsə və elə sərginin ümumiyyətlə necə keçirilməsi barəsində məlumat toplamaq istəyirsinizsə, onda elə bizimlə qalın. I'm so extraterrestrial. Alors on danse. Alors on danse. Şəhərimizin maraqlı fotoqrafları ilə sizi hal-hazırda ilə tanış etmək istərdik. Odur ki, onların şəkillərini, yəni ki, süjetimizdən artıq gördünüz. Odur ki, onlara hal-hazırda müraciət edib onların nə hiss etdiklərini öyrənmək niyyətindəyik. Buyurun, özünüzü təqdim edin və söyləyin neçə şəkliniz məhz bugünkü sərgidə var və ümumiyyətlə nələr hiss edirsiniz? Fatimə İbrahimova, Kamil Əhmədbəyli, Sərvan Qadırov və Tural Salaxov. Dördümüz fotoklubun icraçılarından biriyik. Fevral ayında 2008-ci ildə yaranmışıq biz, bəli, fəaliyyətə başlamışıq. Hal-hazırdakı sərgi bizim artıq 5-ci ya da ki 6-cı sərgilərdən biridir. Mövzu Bakıda yay mövzusudur. Müxtəlif fotoqraflar iştirak edir burada, peşəkarlar, həvəskarlar. 22 fotoqrafdır ümumiyyətcə və cəmidə 33 fotoşəkil görə bilərsiniz. Come da porca picchita va bene, si tu la parla miezza americano, quando si fa l'amore sotto la luna, come da venen cave di I love you. Pa pa pa. Həqiqətən də şəhərimizdə deyərdim ki, ən aktiv və ən aktual gənclərdən biridir. Bax, bu gördüyünüz uşaqlar. Və siz nə deyə bilərsiniz sərgi ilə bağlı? Sərgidən deyə bilərəm ki, əvvəla sərgi mövzusundan danışmaq istəyirəm. Bakıda yay. Nəyə görə yay? Çünki ən aktual mövzudur. Biz istədik ki, cəlb elədik ki, fotoqraflar çıxsınlar küçələrə və yeni şəkillər çəksinlər. Bizim üçün, özləri üçün, bu sərgi üçün. Və 3 dənə qalib olacaq bizdə və mən hamıya uğurlar arzu edirəm. Sən nə deyə bilərsən? Deməli, biz böyük bir proyektə start vermişik. Bizim bir illik proyektimizdir. Sərgilər, yəni Bakıda bilirsiniz ki, sərgilər çox az keçirilir. Biz sevinirik ki, biz belə bir işə aktiv, bəli, imza atırıq. Fatih xanım, bilmirəm, sizi soruşmadım. Sizin neçə şəkliniz var sərgidə? 2 dənə şəklim, Sərvanın da həmçinin 2 dənə fotosu. Yəni, ümumiyyətcə, Fatimə həmişə deyir bunu, fotokluba daxil olan insanlar fotoqraf, yəni ki, ola da bilər, olmaya da bilər. Tural, sən də bir-iki kəlmə denə. Mən də öz növbəmdə sizə təşəkkür eləmək istəyirəm ki, bizi gəlib çəkdiniz. Sizə ATV Klub, bizə fotoqrafla çox yaxınsınız. İnşallah biz birlikdə işləyəcəyik. Və bu sərgidə iştirak edən bütün fotoqraflar üstüb deyirəm ki, çox sağ olun. Bizim iştirak elədiniz. Bir sözlə, fotoklubun bütün üzvlərini, ən aktual üzvlərini gördünüz. Sizə işlərinizdə uğurlar arzu edirik. Sərgiləriniz davamlı olsun. Çox sağ olun.
Şəhərimizdə keçirilən ən maraqlı sərgilərin biri ilə sizi tanış etmiş olduq. Ümid edirik ki, məhz şəkilləri də çox bəyəndiniz və elə təbii ki, bax bu təşkilatçılarla da sizi tanış etdik. Hamını yaxından tanıya bildiniz. Əsas odur ki, gələnlər bilir və gəlməyənlərə də məhz bizim vəzifəmiz o idi ki, sizə göstərmiş olduq ki, belə sərgilər və belə istedadlı gənclərimiz var. ATV Club davam edir, bizimlə qalın.